Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizin Mersin Silifke ilçəsi Narlıkuyu mahalləsindən salamlayıram. Burada Türkiyədə ən maraqlı yerlərdən biri var. Cənnət Cəhənnəm Vadisi adlanır bu ərazilər. Deməli, bura Narlıkuyuda Silifke'yə çox yaxın Narlıkuyu mahəlləsində baxın, gəliş qarşıda park yeri var. Böyük bir yerdir. Maşınınızı park edib bilet alıb turniketlərdən keçib içəri daxil olursunuz. Bilet qiymətləri burada yazılıb. Bizim müze kartımız olduğuna göre pulsuz daxil olduq. Digər qiymətlər isə baxın orada yazılıb. Və içəri daxil olduqdan sonra çox gözəl, maraqlı bir yerə düşürük. İndi hamısını göstərəcəm. Bura yazılıb ki, öncə cəhənnəm obruğundan, yəni cəhənnəm çuxurundan başlayın, daha sonra cənnət obruğuna. Bunun səbəbi odur ki, cəhənnəm çökəyi o tərəfdədir. Cənnət çökəyi buradadır. Burada lift var. Burada cənnət çökəyini görmək üçün, çuxurunu görmək üçün 400 neçə dənə pilləkən aşağı inməlisən və liftlə qalxırsan yuxarıya. Amma burada isə belə bir mövzu yoxdur. Ona görə öncə bura baxaq, biz də sonra aşağı nərdivanlarla enib liftlə qalxarıq. Bu tərəfdə isə oturub istirahət etmək üçün kafeteriya var. Baxın, adamlar da az deyil. Başlayırıq cəhənnəm çökəyindən. Çox maraqlı yerdir. Bir o qədər də vahiməli yerdir. İndi sizə göstərəcəm hamısını. Baxın, cəhənnəm obruğu haqqında nə yazıb? Narlıkuyu mahəlləsi Hasan Alilər mevkində cənnət obruğunun 100 metrə doğusunda yer almaqdadır bura. Ağız diametri 50 metr. Ən dərin yeri 128 metrə çatır. Çuxura enmək olmaz əlbəttə ki, və orada artıq bilgi verilir, Yunan tarixi filan, mifologiyalar, Zevs və s. yazılar. Baxın, aşağıya kimi videonu durdurub oxuya bilərsiniz. Mən isə cəhənnəm obruğunu görməyə gedirəm. Bərabər qalxırıq. Yol çox gözəldir. Qəşəng taxtadan yol düzəldilib. Baxın, maraqlı yerlərdir. Bəli, siz də Türkiyədə yaşayırsınızsa müze kartı almağı unutmayın. Əvvəl 60 lira idi müze kartı. İndi 500 lira olub. Bizimkinin də vaxtı bitdi. 500 lira verdi, yenilədi və artıq bura pulsuz, ücretsiz daxil olduq. Və Türkiyədə çox muzeylər var. Hamısına daxil ola bilərsiniz. Mən isə gedirəm, baxın, orada terasa var. Cam terası. Çox vahiməli yerdir, amma maraqlı yerdir. Bura cənnət çökəyidir. Birazdan bura bərabər enəcəyik. 452-dir, səhv eləmirəmsə, nərdivan enməliyik. Baxarıq inşallah. Və qalxırıq yuxarı. Burada nə var? Belə tarixi bir yerdir burada. Daşlar yazılıb, şarap presi. Şarap üretimində, şarap üretimi 3 aşama filan vaxtı bilgi verilir. Burada şarap presləyiblər vaxtı ilə. Və qalxırıq yuxarıya. Bu yolu tam gedəcəyik. Qarşıda nərdivana qalxandan sonra Cəhənnəm vadisinə çatacağıq. Yol boyu hər yerdə kameralar bizi müşahidə eləyir. Hər yer izlənilir kameralarla. Cəhənnəm terasına çatmadan bir dənə balaca burada teras var. Hansı ki, buradan cənnət quyusunu, çökəyini görəcəyik. Bir baxaq buradan, sonra ora gedəcəyik. Baxın əziz dostlar. Çox dərin, vahiməli bir yerdir. Lift görsənir orada. Bəli, yer üzündə belə bir yerlər var. Türkiyədə belə gözəl, maraqlı yerlər çoxdur. İnşallah vaxt zaman bulduqca sizə göstərik. Nərdivanla oradan başlayıb, insanlar da enir aşağıya. Biz də birazdan enib baxacağıq aşağıda nə var, nə yox. Səhv eləmirəmsə orada kilisə də olmalıdır. Maraqlı video bizi gözləyir. Bəli, əziz dostlar, çıxırıq Cəhənnəm vadisinə baxmağa terasdan. Terası bu şəkildə belə
Böyük troslar tutub və teras önə doğru çıxıb. İndi artıq çatmışıq. Çox maraqlı bir yerə gəldik. Mən bu yer haqqında çoxdan da eşitmişdim, amma bugün gəlmək qismət oldu. Baxın əziz dostlar, dərinliyi 120 metrdən çox. Dəngə nəfəs oldum. Və cam terasın üstünə çıxırıq. Bir öncəki videolarımıza baxın, Qaziantep'də belə bir yerə getmişdik. Amma orada terasdan çaya baxırdıq. İki çayın birləşməsi. Və bu da diametri 50 metr olan Cəhənnəm vadisi. Cəhənnəm obruku, Cəhənnəm çuxuru. Aşağılı otlar basıb, kollar, ağaçlar var. Bəli, çox vahiməli, maraqlı bir yerdir. Bir o qədər də turistik xarakter alıb artıq. İnsanlar buranı görmək üçün gəlirlər. Cam terasın üzərindən göstərim sizə. Ya benim korkum var. Bir de bu taraftan bakalım. Çökerse seni tutmam neyi kurtaracak? Çökmüş. Bəli, əziz dostlar, bəzi insanlar bura çıxmağa qorxurlar. Bəzən çünki bu sallanır, yellənir də oradan da. Çünki baxın, dəmir troslardır. 4 dənə böyük dəmir tros saxlayıb buranı. Aşağıda da instruksiyada yazıblar ki, burada atlamaq, zıplamaq olmaz, diqqətli olun. Bəli, möhtəşəm bir yer. İndi isə gedirik Cənnət vadisinə enməyə nərdivanlarla, sonra oradan asansörlə qalxacağıq. Bu tərəfdən göstərim sizə, görsənir ora. Yəqin ki, buradan daha gözəl görsənər. Baxaq. Bəli, baxın necə böyük yerdir. Cənnət vadisi, indi inşallah ora enəcəyik. Deməli, əziz dostlar, gəldik Cənnət çuxuruna enməyə. Məryəm Ana kilsəsi də var aşağıda. Və burada da Cəhənnəm obruğu haqqında məlumat. Yenə də Narlıquyu mahəlləsi. Bu da 50 metr güney-batısında, obruğu 70 ilə 135 metr dərinliyindədir. Və s. Ağız genişliyi isə 200 metr civarındadır. Bəli, bura böyükdür. Cənnət obruğuna inmək üçün 452 basamaq, 452 bax belə nərdivan aşağı doğru gedirik əziz dostlar. Və bizi izləməyə davam edin. İnşallah sonda baxaq görək orada nələr var, nələr yox. Məryəm Ana kilsəsi var və maraqlı bir görüntülər bizi gözləyir. Mən də həyəcanlıyam, ilk dəfə gedirəm. Baxın necə gözəl yollarla enirik. Nərdivanlar qəşəngdir, təhlükəsiz, səliqəli. Ağaçlar, hər yerdə setkalar çəkilib. Amma yuxarıda xəbərdarlıqlar edilib ki, nəfəs darlığı olanlar, təzyiqi olanlar, ürək xəstəliyi olanlar risk etməyə ehtiyac yoxdur. Və belə bir görüntü önümüzə çıxır. Hələ davam edirik. Burada da nərdivanlar düz, təhlükəsiz olsa da idman ayaqqabısı geyinməyi unutmayın və burada da hər yerdə kameralar bizi müşahidə edir. Təhlükəsizliyi təmin etmək üçün enirik aşağıya. Bəli, əziz dostlar, nərdivanlarla enirik. Gözəl ağaçlar, çəmənliklər. Artıq çuxurun içindəyik demək olar ki, biraz yolumuz qalıb. Burada da insanlar gəzişirlər. Burada belə bir terasa var, yenə balaca taxtadan.
Qayaların altında. Yolumuz ise nərdivanlar buradan devam edir aşağıya. Daha bir terasa var burada. Tez-tez terasalar qoyulub ki, insanlar dayanıb şəkil çəkdirsinlər. Buranı seyr eləsinlər. Və artıq lift olan yerə çatırıq. Çox az qalıb. Baxın necə. Lift yuxarı aşağı. Sadəcə aşağıdan yuxarı qaldırır. Aşağı endirmir təəssüf ki. Amma bunun da bir öz ləzzəti var. Çünki bu yolları məqsəd enərək görməkdir çuxuru. Belə əziz dostlar, baxın biz hardaydıq yuxarıda, oradan endik aşağıya. Bu da bizim asansördür, lift 100 metrə hündürlüyündədir, aparır yuxarı və buradan isə enirik aşağıya. Cənnət çuxuruna baxın nələr baş verir orada, necə gözəl, vahiməli bir yerdir. Burada Məryəm Ana kilsəsidir. Mən artıq buradan enmək istəmirəm. Çünki ora ensəm qalxmağı düşünürəm. Baxın, ta mağaranın içinə qədər insanlar gedir. Heç bir problem yoxdur, ora icazə var. Və buradan nərdivanlarla enirlər aşağıya. Düz o aşağılara, içəriyə kimi gedib baxmaq mümkündür. Kilsənin içinə də girib baxanlar var. Mən isə ora getsəm çıxmaq problem olacaq. Baxın gör neçə metr aşağı. Abi kaç metre aşağıya iniyorsun? Hemen hemen 200 metre gidersin. 200-300 metre yani gelirsen aşağıya. Kilsədən də 200-300 metre aşağıya. Bu da belə çox maraqlı, gözəl bir yer. Gəlməyə peşman olmayacağınız bir yerdir buralar. Cənnət və Cəhənnəm vadisi. Türkçə obruqlar da yazılır, əsasən obruqlar deyilir. Maraqlı yerdir. Çoxdan da gəlmək istədiyim yerlərdən biri. Gəlməyə dəyər. Böyük bir mağaranı canlı gözünüzlə görəcəksiniz, çuxuru. Möhtəşəm hisslərdir. Hamıya məsləhət görürəm. İndi isə mən liftə çıxıb gedəcəm və videomu burada bitirib qısa videolar çəkmək istəyirəm. İnşallah növbəti videolarda görüşənədək sağ olun. Bu arada çox yeni takipçilər oldu. Son 2 gündə 20-dən çox yeni takipçi var YouTube'da. Hamını salamlayıram və abunə olub izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, var olun.